Salam əziz dostlar. Dünya üzrə Covid virusu ilə bağlı acı, ürək sıxıcı, həm də ağır günlər keçiririk. Bu günə qədər çox əziz, dəyərli yoldaşlarımızı itirmişik. Çox təəssüf ki, dünən 1400 ilin Murdad ayının 28-də Tehranda Şəriəti xəstəxanasında hər kəsin sevimlisi olan, illərdir ədəbi, ictimai və siyasi sahələrində dayanmadan dərin fəaliyyət göstərən və hədsiz dərəcədə təsirlər buraxan əziz qardaşım, yoldaşım, sırdaşım, Cənab-ı Ağay Doktor Həsən Riyazını əldən verdik. Atalardan belə bir söz var. Adam var evdən, adam var eldən gedər. Həsən evdən yox, elimizdən getdi, çox da vaxtsız getdi. Həsən haqda çox sözlər, yaxşı sözlər alimlərimizin tərəfindən, ədəbiyyatçılarımızın tərəfindən deyiləcək. İnanıram buna. Ancaq Həsən hər zaman bir mədəni bir iş haqqında istəsəydim ki, bir məsləhət eləyəsən, sevincinin həddi hududu yox idi. Hərdən zəng vurardım Həsən ağa, konsertlə bağlı, istəyirəm bir konsert qoyam belə, mənə nə məsləhət görərdi. O qədər sevinərdi, deyərdi, ay Çəngiz, bundan yaxşı xəbər ola bilməz ki. Və o barədə o qədər gözəl sözlər deyərdi, xoş sözlər deyərdi. Deyərdim, bəs ki, arxamda bir dağ dayanırdı. Əslində də Həsənə bir nəfər kimi yox, bir qoşun kimi, bir dağ kimi baxmaq olardı. Çox əfsus ki, əlimizdən getdi. Və şair Baba Vəziroğlu'nun bir beyt şeiri var, deyir, qar yağır narın narın. Üzü gülür dağların, bu yaşıl yarpaqların solanı xatirədir. Mən bilirəm ki, bütün dostlarımız və Həsən ağanı sevənlər çox kədər içindədir. Və mən bu acı, ağır durumu, müsibəti ilk öncə xalqımıza, elm adamlarına, yoldaşlarına, dostlarına, sevənlərinə, hörmətli ailəsinə, xüsusilə də həyat yoldaşı Mahru xanıma baş sağlığı deyirəm. Və inanıram ki, Həsənin yolu davam edəcək. Çünki Həsən əzizim Hüseyn kimi və o biri balalar kimi çox belə yaxşı uşaqlar tərbiyyət edilibdir. Və mən istərdim ki, bir hava ilə Həsənin xatirini yad edək. Əzizlər, bizi qoruyan yoxdur, gəlin, özümüzü qoruyaq. Sağ olun.